Salam əziz şagirdlər və abituriyentlər. Bugün sizlərlə cümlə üzvlərinin davamına, yəni tamamlıq, təyin və zərfliyə keçid edəcəyik. Onlar haqqında sizə geniş bir məlumat verəcəm. Mütləq qeyd götürməyi unutmayın. Elə isə başlayaq. Əvvəla gəlin bir xatırlatma eləyək sizlə ki, biz baş üzvləri keçmişdik. Baş üzvləri demişdik hansılardır? Mübtəda və xəbər. Bunlar cümlənin baş üzvləridir. Yəni mübtədasız cümlə demişdik olar, amma xəbərsiz cümlə olmaz, xatırlayırsınızsa. Mübtədanın işarəsi altdan düz xətt, xəbərin işarəsi altdan iki xəttdir, iki düz xətt yəni. Xəbər bilirdik ki, iki cür olur. Feili xəbər, ismi xəbər. Bu da ifadə vasitəsinə görə. Yəni cümlənin elə bir bünövrəsidir də bunlar. Əsas olmalıdır bunlar. Əsas üzvləri idi, baş üzvləri idi. İndi isə keçid alırıq cümlənin ikinci dərəcəli üzvlərinə. Elə bir təsəvvür edin. Bir evdir. Evin mütləq nəyi olmalıdır? Daşı olmalıdır, sütun olmalıdır. Bax, o sütun bizim mübtəda xəbərimizdir. Yəni, hətta mübtədasız da cümlə ola bilər, amma xəbərsiz cümlə ola bilməz. Sonra o evin içini bəziyirsiniz. Məsələn, ev əşyaları alınır, nə bilim, tutaq ki, televizor alınır, kreslo alınır, nə bilim, stol, stul. Bunlar alınır, bunlar artıq ikinci dərəcəlidir. Bunlar olmaya da bilər. Məsələn, elə ev var, heç televizoru yoxdur. Yəni, olmaya da bilər ikinci dərəcə üzvlər, amma ola da bilər. Təbii ki, sizlə biz bunları öyrənəcəyik ki, bunlar niyə var və nəyə xidmət eləyirlər, mənası nədir bu üzvlərin? Deməli, tamamlıqdan başlayırıq. Tamamlıq ikinci dərəcəli üzv olaraq üzərində iş görülən və yaxud hərəkətlə əlaqələnən əşya və obyekti bildirir. Bu cümlə ola bilər sizə çatmasın, yəni ola bilər bunu aydın başa düşməyəsiniz, amma cümlə daxilində nümunə ilə siz bunu aydın anlaya bilərsiniz. Baxın, biri var subyekt anlayışı, bir də var obyekt anlayışı. Bunların əslində biz əvvəlki izahlarda, video izahlarda açıqlamasını vermişik. Subyekt, uşaqlar, işi görəndir, prosesi icra eləyəndir. Yəni, məsələn, deyirəm ki, mən yemək yeyirəm. İşi görən kimdir? Mən, düz deyil. İşi görən olur subyekt. Mən olmasın, nə bilim, yerinə qoyaq, məsələn, aqil. Məsələn, aqil, nə deyək, aqil dərs oxuyur. İşi görən kimdir? Aqil, düz deyil. Aqil iş görənimdir, mübtədadır. Və yaxud deyirəm ki, aqil çörək aldı, misal üçün. Bu çörəyi kim alır? Aqil. İş görənim mənim subyektimdir. Üzərində iş görülən olur obyekt. İndi eyni cümlədə baxaq. Aqil dərs oxuyur. Aqil nəyi oxuyur? Nəyin üzərində iş görür? Dərsin üzərində də. Yəni onun gördüyü iş dərslə bağlıdır. Bu da işin obyektidir. Və yaxud aqil çörək aldı. Nəyi aldı? Çörəyi. Üstündə gördüyü iş nə ilə bağlıdır? Çörəklə. Bu da olur işin obyekti. Bax, subyekt, obyekt məsələsi budur. Və tamamlıq da uşaqlar həmin bu obyekti bildirir. Bir daha təkrar edək. Cümlənin ikinci dərəcəli üzvüdür. Üzərində iş görülən və yaxud hərəkətlə dolayı yolla da olsa əlaqələnən əşyanı obyekti bildirir. İndi bir dənə cümlə deyəcəm. Tamamlığı buradan rahat tapasınız. İndi biləsiniz ki, obyekt nə olan şeydir. Məsələn, deyirəm ki, mən kitab aldım. Baxın. Cümləyə fikir verək. Aldım, biz artıq xəbəri falan bilirik deyə cümləni rahat təhlil edə bilərik. Aldım, nə etdim? İş görənim. Yəni, kimdir? Mən. Yəni, işin subyektidir də. Və kim sualına cavab verir? Kim sualı hansı cümlə üzvünün sualı idi? Təbii ki, mübtədanın. Ona görə mübtədadır. Altından düz xəttimi çəkdim. Problemimiz yoxdur. Aldım, nə etdim? Nə etmək hansı cümlə üzvünün sualı idi? Xəbərin. Hansı xəbərin? Feili xəbərin. Burada da problem yoxdur. İki qoşa xəttimi çəkdim. İndi gəlirəm kitab sözünə. Aha, kitab aldım. Düzdür. Deyirsiniz ki, müəllimə, bunun da sualı nədir də? Nə sualını verdim? Hə, buna da mübtəda qoyum. Qəti surətdə. Mümkün deyil. Mümkünatı yoxdur. Çünki kitab sözü, bəli, burada nə sualına cavab vermiş ola bilər. Amma
Nə sualı ilə bərabər nəyi sualını da verə bilirəm mən buna? Nəyi aldım? Nəyini bax niyə üstə yazdım? Çünki bunu başımda artırıram. Hətta qırmızı ilə yazım ki, sizə daha aydın olsun. Baxın. Yəni bunu mən öz xəyalımda artırıram da. Yəni cümlə üzvünü tapa bilmək üçün. Yoxsa bunun cavab verdiyi sual nəyi sualı deyil. Mən bunu başımda artırıram. Mən kitab aldım, hə, mən nəyi aldım deyə bilirəm. Oradan tapıram ki, bu tamamlıqdır. Çünki uşaqlar, tamamlığın sualları deyim nələrdir? Kimidir? Kimədir? Sonra nəyidir? Nəyədir? Sonra haranıdır? Haraya demirəm, çünki haraya zərfliyin sualıdır. Sonra kimdə? Nədə? Sonra kimdən, nədən? Bu ümumi tamamlıqların suallarıdır. Deməli, kimdən, nədən dedik. Sonra başqa nə deyirik? Hə, qoşmalar nə olur? Kim haqqında? Baxın. Bura mən qısa yazıram. Kim haqqında, nə haqqında? Sonra kim barəsində, nə barəsində? Yəni onu da yaza bilərsiniz. Kim üçün və yaxud nə üçün? Bax, bu tip suallara cavab ver və s. də qoyuruq artıq. Çünki yəni bu uzanır gedir də və yaxud deyə bilərsiniz kim ilə, nə ilə. Bax, əsas ən gözə çarpan suallarıdır bunlar tamamlığın. Və uşaqlar, görürsünüz bu sualların içində nəyi sualı var, görürsünüz. Hətta nə sualını da verirəm. Niyə nə sualını da verirəm? Qeyri-müəyyən vasitəsi tamamlığın sualıdır. İndi orada gələcəm. Nə deməkdir o? Neysə, kitab aldım. Başımda artırıram da. Kitabı aldım deyə bilirəm də beynimdə. Düz deyil. Nəyi deyə bilirəm. Çünki kitab burada hansı haldadır uşaqlar? Qeyri-müəyyən, bəli, təsirli haldadır. Çünki beynimizdə artırır uşaqlar. Yəni yoxsa buna adlıq deyib keçərik də, səhv olar o halda. Kitab aldım, kitabı aldım. Qeyri-müəyyən təsirli hal və qeyri-müəyyən təsirli hal cümlədə həmişə olur tamamlıq. Yəni tək başına gələndə də uşaqlar. Aha, bu oldu tamamlığım. Altdan da qırıq-qırıq xəttin çəkdim. Çünki tamamlığın xətti budur uşaqlar. Qırıq-qırıq xətt. İşin obyektidir. İşi görən mənəm, subyekt. Üzərində iş gördüyüm nədir? Obyektim olur kitab. Qutardı. Bu da olur bizim tamamlığımız. Tamamlıqla bağlı önəmli məqam budur ki, tamamlığın suallarını bilin qarışdırmamaq üçün. Bunu mütləq bilin. Sonra indi tamamlığın növlərinə gələcəm. Baxın uşaqlar, testdə qarşınıza çıxa bilər belə bir şey ki, tamamlıqlar feili xəbərə, ismi xəbərə aid ola bilir. İndi siz aydınlaşdırmalısınız da bu doğru fikir yoxsa yanlış fikirdir. Gəlin aydınlaşdıraq. Bunu məncə aydınlaşdırmaq sizin üçün elə çətin olmaz. Çünki siz artıq ismi xəbərin, feili xəbərin nə olduğunu bilirsiniz. Cümlə daxilində gəlin aydınlaşdıraq. Fikir verək iki cümləyə. Ümumiyyətlə tamamlıq daha çox təsirli halla ifadə olunur deyə. Ən çox deyirik ki, feili xəbərlə bağlı olur. Təsirli hal bilirsiniz də, feili xəbərə aid olur axı daha çox. Yəni demək olar elə ona aid olur da, başqa xəbərə aid olmur. İsmi xəbərlə əlaqəyə girmir. Amma tamamlıq ancaq təsirli halla ifadə olunur axı uşaqlar. Tamamlıq halının sualı ancaq kimi, nəyi, haranı deyil axı. Tamamlığın görün nə qədər sualı var. Ona görə tamamlıq bəzən ismi xəbərlə də əlaqələnə bilir. Gəlin baxaq. Cümlənin sintaktik təhlil edək. Aysun üçün almışam. Həmişə cümlənin axıra qədər oxuyun bala. Almışam, nə etmişəm? Kim üçün almışam? Aysun üçün. Uşaqlar, Aysuna birdən məsələn sual verərsiniz, üçünə sual verməzsiniz, Aysunun altından düz xətt çəkərsiniz. Qəti olmaz. Niyə? Biz sizdən qoşma keçmişik. Keçmişik ki, qoşma, qoşulduğu sözlə bir yerdə cümlənin bir üzvü olur. Biz bunu parçalamırıq da, ayırmırıq. Aysun üçünə də kim üçün sualını verirəm və bayaq biz sizlə gördük, tamamlığın kim üçün deyə sualı var axı. Bax, bayaq o sualları qeyd elədim. O sualları özünüzdə mütləq bir yerə yazın və də əzbərləyin. Tamamlığın suallarını bilməlisiniz. Bilməsəz, bununla bağlı məsələləri öyrənə bilməyəsiniz. Aha, kim üçün almışam? Tamam, çox gözəl, tamamlığımı tapdım.
Görürsüz almışam necə xəbərdə? Feili xəbər. Tamamlıq feili xəbərlə əlaqəyə girdi. Aha, deməli feili xəbərlə girir. İndi baxaq ismi xəbərlə əlaqəyə. Reyyan üçün maraqlıdır. Maraqlıdır, bilirsiniz ki, maraqlı sözü sifətdir də. Sual verək. Necədir maraqlıdır? Deməli, necədir sualına cavab verdi. Nə etdi, nə edir sualına cavab vermir ki. Sifətin sualını saxlayır. Biz də xatırlayırsınızsa demişdik adlar. Adlar nə idi? İsim, sifət, say, əvəzlik, zərf. Və burada sifətin özü bir ad gedir. Əşyanın adı anlamında deyil ha uşaqlar. O biz düzəltmə şəkilçilərdə keçir deyə adlardan, məsələn isim düzəldən, adlardan, sifət düzəldən, adlar deyəndə feildən başqa digər nitq hissələri, əsas nitq hissələrindən söhbət gedirdi. Burada da maraqlı sifətdir. Necə sualına cavab verir? Necədir? Oldu ismi xəbər. Diri qoydum bura. Aha, kim üçün? Reyyan üçün. Kim üçün? Tamamlığın sualı var idi. Tamam, çox gözəl. Tamamlıq nə ilə əlaqələndi? Xəbərlə. Necə xəbər? İsmi xəbər. Yəni çox az hallarda da olsa ismi xəbərlə əlaqəyə girir, amma ən çox feili xəbərlə əlaqələnir tamamlıq. Bura 2 cümlə yazıram, baxın. Deyir ki, kitabı məndə qalıb. Deməli. Bir də yazıram ki, kitabı mənə ver. Fikir verin. İkisini də gəlin sintaktik təhlil edək. Qalıb nə edib? Kitabı. Uşaqlar, kitabı buradakı ı təsirli alın şəkilçisi deyil. Çünki biz sizlə keçmişik, ı-nı harda keçmişik? Demişik ki, amonim şəkilçidə. Həm keçmişik təsirli halda, həm keçmişik feildən isim düzəldənlərdə, leksik şəkilçi yəni. Həm keçmişik mənsubiyyətdə. Yəni bu qədər şeylərdə keçmişik də bilirsiniz. İndi sizcə bu hansı şəkilçidir? Yəni feildən isim hər halda düzəltmir də. Kitabı sözündə bir feil görürsünüz? Yox. Təsirli halda ola bilməz. Çünki təsirli halın sualları nədir uşaqlar? Kimi, nəyi, haranı? Kitabı məndə qalıb, nəyi məndə qalıb deyə bilmərik mənim əzizlərim. Çünki mən sizə rahat bir yol demişdim. Xatırlamırsınızsa gedin açın isim videosunu. Mənsubiyyətlə bağlı video var. Orada geniş bir izahat var. O izahata qulaq asın. Biz demişik ki, mənsubiyyəti tapmaq üçün nə edirik? Əvvəlinə mənim, sənin, onun, bizim, sizin, onların artırırıq. Artıra biliriksə mənsubiyyətdir. Artıramırıqsa Allah xeyir versin, olur hal şəkilçisi. Kitabı məndə qalıb. Artıra bilirəm onun kitabı. Mənim kitabı olmaz, sənin kitabı olmaz, bizim kitabımız olmaz, yəni bizim kitabı olmaz. Bizim kitabı başqa cür olur da cümlədə. Yəni onun mənsubiyyətini artıra bilmirsən axı, bizim kitabımız olar gərək. Düz deyil. Burada da ımız yoxdur. Burada onun kitabı deyə bilirəm amma. Aha, deməli alınırmış. Deməli bu nədir? Mənsubiyyət. Başqa hal şəkilçisi görürsüz? Yox. Mənsubiyyətsə hansı halda? Adlı hal. Adlı halda olanda demişik ki, nə sualına cavab verir və olur mübtəda. Nə məndə qalıb? Kitabı. Kimdə qalıb? Məndə. Qutardı, bu da oldu tamamlıq. Kimdə sual var axı tamamlıqda. İndi bax ikinci cümləyə. Deyir, kitabı mənə ver. Ver nə et? Nəyi? Kitabı. Kimə? Mənə. Görürsünüz, 2 dənə burada tamamlığım var. Uşaqlar, bunu çox vaxt mübtəda ilə qarışdırırlar. Mübtədadan fərqi nədir? Mübtəda yalnız və yalnız ismin adlı halında ola bilən sözlər və birləşmələrlə ifadə olunur. Amma tamamlıq ismin 4 halı ilə da, yəni yönlük, təsirli, yerlik, çıxışlıq halında olan sözlər və birləşmələrlə ifadə oluna bilir. Aydındır. Bax, kitabı adlı haldadır. Mənsubiyyət oldu adlıq. Bu oldu mübtəda. Amma tamamlıq uşaqlar, bax, yerlik də ola bilir, yönlük də ola bilir, hətta çıxışlıq da ola bilir. Məsələn, bu kitabdan oxumuşam. Deyirəm ki, kitabdan oxuyub məsələn. Nədən oxuyub? Görürsüz, oldu nə? Çıxışlıq hal. Təsirli halda bilirsiniz də ola bilir. Yəni, məsələn, kitabı mənə ver. Nəyi? Kitabı. Bu da oldu təsirli hal. Görürsünüz, 4 dənə hal ola bilir. Amma mübtəda ancaq adlı halda ola bilir. Mübtədanın sualları kim, nə, hara, fisyo, başqa bir sualı yoxdur. Dediyim kimi, rahat anlamaq üçün mütləq surətdə tamamlığın suallarını öyrənmək lazımdır.
bayaqki qeydimə fikir verin. Tamamlığın suallarını ya skrin eləyin, ya dəftərinizə yazın, əzbərləyin. O suallarla tapa bilərsiniz. İndi keçək tamamlığın ifadə vasitələrinə. Uşaqlar, tamamlıq deməli bir çox nitq hissələrindən ifadə oluna bilir. Bir də ki, təbii ki, söz birləşmələrindən ifadə oluna bilir. Bir də öncəliklə mən sizə vasitəli-vasitəsiz tamamlığı izah edeyim, ondan sonra keçim ifadə vasitələrinə. Deməli, uşaqlar, tamamlıq iki yerə parçalanır. Vasitəli tamamlıq və vasitəsiz tamamlıq. Bu çox qayda kitabında qeyd olunmur. Bilmirəm, niyəsə bəzilərində verilir, bəzilərində verilmir. Amma bu izahı dinləyin, məncə sizin üçün aydın olacaq artıq. Vasitəli nədir, vasitəsiz nədir? Əvvəla dedik ki, iki yerə bölündü bu öz yerində. Vasitəsizin özü də iki qrupa bölünür. Müəyyən vasitəsiz, yəni qorxulu görünməsin sizə uşaqlar. Yəni çox rahat bir şeydir. Qeyri-müəyyən vasitəsiz. Bura çıx qoyuram, yəni bilin ki, vasitəsizdir də. Siləyib onu bir dəqiqə. Aha. Deməli. Aha. İndi görək bunların funksiyası nədir? Nədir bir-birindən bunları fərqləndirən? Uşaqlar, vasitəsiz tamamlıq, bu iki növü də olan müəyyən vasitəsiz, qeyri-müəyyən vasitəsiz sizə nəyi xatırladır? Aha, biz tamamlığa dedik, tamamlığın suallarından biri kimi, nəyi, haranıdır. Bu müəyyən vasitəsiz, qeyri-müəyyən vasitəsiz gedir, bağlanır təsirli hala. Yəni, vasitəsiz tamamlıq ancaq qəbul edir sual olaraq, deməli. Qırmızı ilə yazın, fərqli olsun. Kimi, uşaqlar, nəyi, haranı. Ümumilikdə vasitəsiz tamamlığın sualları bunlardır. Bir də nə sualı var bunların içində? Bax, bunlar vasitəsiz tamamlığın suallarıdır. Tamamlığın geniş sualları var da, bunu bilirik. Vasitəsiz olan hissə sırf bunlardır. Kimi, nəyi, haranı, nə? Vasitəsiz tamamlığın suallarıdır. Və bunların içində dedik müəyyən vasitəsiz, qeyri-müəyyən vasitəsiz. Müəyyən vasitəsizin sualları, baxın, kimi, nəyi, bir də haranıdır. Qeyri-müəyyən vasitəsizin sualı nə? Buna aid bir cümlə verəcəm. Çox rahat olacaq sizin üçün. Məsələn, yazıram ki, su iç. Bir də deyirəm ki, Bakını sevirəm. Sadə cümlələr verirəm ki, rahat tapasınız. Bax, su iç. İç, nə et, iç. Düz deyil. Nə et sualına cavab verir, oldu feili xəbər. Su iç. Su burada düzdür. Nə sualına cavab verir? Sizdən razıyam. Amma bayaq mən qayda dedim. Dedim başımızda nəyi sualını da verə biliriksə, mənim əzizlərim, nə olur? Bu olur tamamlıq. Sadəcə bu nəyi sualı, bunun sualı deyil ha uşaqlar. Sadəcə başımızda artırırıq, xəyalən artırırıq ki, tapa bilək ki, bu həqiqətən tamamlıqdırmı? Aha, görürəm ki, nəyi verə bilirəm? Deməli, bu tamamlıqdır. O nəyi sualını bilirsiniz niyə veririk? Axı, nə sualı adlı halda da var. Adlı haldakı söz, yəni ya da ifadə nəyi sualına cavab verə bilməz. Amma təsirli hal nəyi sualına cavab verə bilir. Mən nəyini artırırım ki, bunları fərqləndirim, görüm adlı haldır mı, yoxsa təsirli haldır mı? Yoxsa sual olaraq, yəni testdə düşsə burada su hansı suala cavab verir, deyəsiniz nə? Aha, burada su iç, nəyi sualına beynimdə cavab aldı. Amma özü nə sualına cavab verir? Çünki uşaqlar, biz sizlə təsirli hal keçmişik. Təsirli halın iki növün keçmişik. Müəyyən təsirlik və qeyri-müəyyən təsirlik. Düz deyil uşaqlar? Müəyyən təsirlikdə keçmişik ki, şəkilçi, yəni I, U şəkilçisi sözün özündə olur. Amma qeyri-müəyyən təsirlikdə uşaqlar sözün özündə olmur. Onu beynimizdə bərpa edirik. Gəlin baxaq. Su içdə başımızda bərpa etdik. Düz deyil. Su iç, nə dedik? Suyu iç. Bu şəkildə. Deməli, bu qeyri-müəyyən təsirlikdir. Qeyri-müəyyən təsirliyə nə deyəcəm? Qeyri-müəyyən vasitəsiz tamamlıq deyəcəm. Bu qədər sadə. Qeyri-müəyyən vasitəsiz tamamlıq elə bilin ki, qeyri-müəyyən təsirlik halıdır. Bu belə. Bakını sevirəm. Bakını sevirəm. Haranı sevirəm? Bakını. Bu da haranı sualına cavab verir. Düz deyil.
Burada uşaqlar görürəm ki, şəkilçi yerindədir də. Bakı sözün kökü, n burada bitişdirsə də i da mənim şəkilçimdir. Şəkilçi yerindədir, düz deyil, müəyyəndir də, yəni. Bu da olacaq müəyyən vasitəsiz tamamlıq. Çünki xatırlayıram, bir daha xatırladıram daha doğrusu. Vasitəsiz tamamlığın sualları uşaqlar. Kimi, nəyi, harandı? Düz deyil, ümumilikdə. Kimi, nəyi, haranı, bir də nə? Bunlardan kimi, nəyi, haranı olur müəyyən vasitəsiz. Nə sualı da olur qeyri-müəyyən vasitəsiz. Su, nəyi sualına cavab versə belə, burada axı suyu deyil, axı bunun şəkilçisi yoxdur. Ona görə mən buna nə sualını deyəcəm. Yəni bu nəyi sualına cavab verməyəcək. Nəyi sualını mən yoxlamaq üçün artırıram buna. Yəni bu nə sual olacaq? Olacaq qeyri-müəyyən vasitəsiz. Burada Bakının sözü olacaq müəyyən vasitəsiz. Aydındır. Vasitəsiz tamamlıqlar kimi, nəyi, haranı və nə suallarına cavab verir. Müəyyən vasitəsinin şəkilçisi olur, qeyri-müəyyən vasitəsinin şəkilçisi olmur. Beynimizdə bərpa edirik. Bu qədər sadə. Və yaxud məsələn deyirəm ki, Füzulini məsələn Füzulini əzbər bilir. Yəni burada Füzulinin şeirlərini nəzərdə tutur da. Bax təhlil edirəm. Bilir nəyidir, necə, nə şəkildə əzbər, nəyi ya da kimi. Burada niyə nəyi deyirəm uşaqlar? Çünki Füzulinin əsərləri nəzərdə tutulur. Ona görə burada tamamlıq olacaq. Necə tamamlıq? Vasitəsiz tamamlıq. Çünki vasitəsiz tamamlığın sualları var axı. Baxın, kimi, nəyi, haranı, nə. Burada da Füzulini nəyi sualına cavab verəcək. Füzulinin əsərlərindən söhbət gedir çünki. Nəyi sualda vasitəsiz tamamlıqdadır. Bu belə uyğunlaşdırıb tapasınız. Bunu buradan silirəm. Füzulini sözün. Niyə? Siz əvvəlki hissədə bunu mütləq qeyd eləyərsiniz. Mən silirəm ki, indi izah edeyim vasitəli tamamlıq olan hissəni. Bunu da rahat qavrayasınız. Uşaqlar, bax, kimi, nəyi, haranı, nə sualına vasitəsiz tamamlıq cavab verdisə, yerdə qalan digər tamamlıq sualları var ha, nə qədər qalıbsa, onların hamısı olur vasitəli tamamlığın sualları. Məsələn, dedik, kimə, nəyə, nə bilim, kimdə, nədə və yaxud dedik, kim üçün, nə üçün, kim ilə, nə ilə, sonra kim haqqında, bu qısa yazıram bunu, nə haqqında, kim barəsində, bunu da qısa yazıram, nə barəsində, sonra kimdən, nədən və s. Bunlar uşaqlar vasitəli tamamlığın suallarıdır. Yəni kimi, nəyi, haranı, nə suallarından başqa yerdə qalan digər tamamlıq sualları hamısı sayılır vasitəli tamamlıq. İndi gəlin buna aid nümunə deyək. İndi mən bu sualları da silirəm. Nümunəni deyirəm ki, rahat tapasınız. Ya da silməyim, elə buradan nümunə deyəcəm. Birin. Siz verdiyim amma bu yazdığım cümlələri mütləq özünüzdə qeyd eləyin. Aydın şəkildə dursun. Çünki mən digər hissəni siləcəm. Burada yer olsun deyə. Məsələn, gəlin cümlə yazaq. Xaqanla Aydın. Da başqa cür yazaq bir dəqiqə. Xaqanla məsələn kinoya getdik. Baxın, fikir verin cümləyə. Getdik, nə etdik? Haraya, kinoya? Kimi ilə? Xaqanla. Bayaq dedik axı, kimi ilə sualı, burada qeyd eləmişik, bax. Kimi ilə sualı tamamlıqda var. Artıq nə olacaq bu? Vasitəli tamamlıq. Sizin burada vəzifəniz uşaqlar tamamlığın suallarını əzbərləməkdir. Sualların bilsəz, gerisi çox rahatdır. Sonra, məsələn, başqa bir şey yazaq. Məsələn, bunları deyirəm ki, dostumdan öyrənmişəm. Baxın,
Bir cümlədə iki cür tamamlıq ola bilər ha özdə. Fikir verin. Öyrənmişəm, nə etmişəm? Nəyi, bunları, kimdən, dostumdan? Görürsüz? Fikir verirsiniz. Bunları nəyi sualına cavab verir uşaqlar? Nəyi sualına cavab verirsə, bayaq dedik, hansı tamamlıqdır? Fikir verin, nəyi sualı oldu? Vasitəsiz tamamlıq. Bu oldu bizim vasitəsiz tamamlığımız. Amma hansı, necə vasitəsiz? Müəyyən, qeyri-müəyyən. Qeyri-müəyyən bilirsiniz ki, şəkilçisi yoxdur. Bunun şəkilçisi var. Bu olur müəyyən vasitəsiz. Aydındır. Uşaqlar, müəyyən, qeyri-müəyyən, vasitəsiz deyəndə ağlınız o dəqiqə getsin təsirli hala. Var təsirli, müəyyən, təsirli, qeyri-müəyyən. Eyni şeydir. Aha, dostumdan öyrənmişəm, kimdən öyrənmişəm? Kimdən sualı da dedi axı, kimi, nəyi, haranı, nə? Bu suallardan başqa yerdə qalan vasitəli tamamlığın suallarıdır. Kimdən artıq olur? Vasitəli tamamlıq. Gördünüz, həm vasitəli tamamlıq oldu cümlədə, həm də vasitəsiz tamamlıq. İki dənə ayrı tamamlığımız var. İndi baxaq artıq ifadə vasitələrinə. Deməli, uşaqlar, nitq hissələrindən də ifadə oluna bilir tamamlıq, bir də söz birləşmələrindən ifadə olunur və bu baxımdan necə o biri cümlə üzvlərində dediyi sadə olur və mürəkkəb olur. Tamamlıq da sadə də olur, mürəkkəb də. Sadə tamamlıqlar, baxın bura qeyd eləyirəm. Deməli, sadə tamamlıqlar. Oy, dəqiqə. Qısa yazıram. Nitq hissələri ilə ifadə olunur. Nitq hissələri ilə. Mürəkkəb tamamlıqlar. Söz birləşmələri ilə. Söz birləşməsi ilə ifadə olunan mürəkkəb olur quruluşca, amma nitq hissələrindən ifadə olunan sadə tamamlıq olur. Yəni, bu bütün cümlə üzvləri üçün keçərlidir. Baxaq. İndi ilk cümlədən başlayaq sintaktik təhlil eləməyə. Deyir ki, qardaşları əlini apardılar. Birinci xəbərdən başlayırıq həmişə. Apardılar, nə etdilər? Fe'li xəbər. Kimə apardılar? Əlini. Kim apardı uşaqlar? Qardaşları. Burada kimi demirik, qardaşları kimi apardı. Yox, çünki qardaşları sözü uşaqlar. Qardaş sözün köküdür. Lar cəmdir, ıda mənsubiyyətdir. Hardan bildim? Əvvəlinə onun artırdım. Onun qardaşları əlinə apardılar. Onun deyə bilirəm. Niyə demirəm? Deyirəm. Deməli, bu mənsubiyyətdir. Mənsubiyyətdirsə, kimi, nəyi sualına cavab verə bilməz axı. Başqa hal şəkilçisini görürəm burada. Görmürəm. Ancaq mənsubiyyətdir. İsimdir. Deməli, hansı haldır? Adlı hal. Adlı hal olanda sual nə olur? Kim, nə, hara? Qardaşları, yəni olacaq kim? Aydındır. Kim sualına cavab verdi? Oldu mübtəda. Kimə apardılar? Əlini apardılar. Baxın, uşaqlar. Tamamlıqdır. Necə tamamlıq? Vasitəsiz tamamlıq. Vasitəsiz tamamlıq. Nə ilə ifadə olunub? İsimlə ifadə olunub. Əli sözü isimdir. Getdik bu biri cümləyə. Deyir, kimsəsizləri himayə etdilər. Bilirsiniz də, himayə etmək, olmaq, etmək, eləmək bir yerdə mürəkkəb feildir. Kimsəsizləri. Kimi? Uşaqlar. Kimsəsizləri. Sifət normalda bilirik ki, cümlədə təyin olur. Necə, nə cür, hansı suallarına birinə cavab verir. Burada uşaqlar, sifət isimləşib. Çünki sözün kökü, yəni kimsə sözüdür, kimsə qeyri-müəyyən əvəzlikdir. Şərti olaraq biz buna düzəltmə əvəzliyi deyirik. Yəni düzəltmə qeyri-müəyyən əvəzlik. Burada siz leksik şəkilçidir. Lər qrammatikdir, i qrammatikdir. Deyirsiniz ki, müəllimə, bayaqki kimi, o qardaşları sözündəki kimi burada da bəlkə i mənsubiyyətdir. Onun kimsəsizləri himayə etdilər, olurmu uşaqlar? Olmur. Deməli, mənsubiyyət deyil. Mənsubiyyət olub olmadığını bilmək üçün əvvəlinə mənim, sənin, onun, bizim, sizin, onların artırın. Artıra bilirsinizsə mənsubiyyətdir. Artıra bilmirsinizsə o başqa şəkilçidir. Yəni, burada məsələn, hal şəkilçisidir. Kimsəsizləri himayə etdilər. Bəli, burada kimi sualına cavab verir. Kimi sualı da tamamlığın sualıdır və vasitəsiz tamamlığın sualıdır. Bilirsiniz, müəyyən vasitəsiz. Niyə müəyyən? Çünki i şəkilçisi var burada. Müəyyən təsirli halcısı bilin ki, müəyyən vasitəsiz tamamlıqdır. Nəysə, siz, susuz burada sifət düzəldibmi? Lər cəmi qəbul edib. Normalda kimsəsiz sözü necə sualına cavab verir? Burada lər qəbul edib isimləşib və
kimi sualına cavab verir? Olur tamamlıq. Yəni burada sifətlə ifadə olunub. Sonra xeylisini düzəltdik. Düzəltdik, nə etdik? Xeylisini. Nəyi? Ya da məsələn belə sual verir də, neçəsini, xeylisini. Yəni burada təsirli yalın sual şəkilçisi var da. Ona görə olacaq tamamlıq. Yəni xeylisini, nə qədərini, məsələn ya da neçəsini görürsüz. Bu da təsirli hal şəkilçisi qəbul edib. Burada özdə mən subyektimiz də var. İ də təsirli haldır. Xeyli də sözün köküdür. Yəni sayla ifadə olunan nədir uşaqlar? Tamamlıq. Bu qədər sadə. Sonra zərflə də ifadə oluna bilər. Gəlin baxaq. Təmizlədim, nə etdim? Haranı? Aşağını uşaqlar. Tamamlığın suallarını bir daha xatırlayaq. Kimi, nəyi, haranı, kimdən, nədən, kimdən, nədən. Haranı sualı var idi da, düz deyil. Haraya desə zərfli olur. Amma haranı sualı tamamlığın var. Hansı tamamlıq uşaqlar? Vasitəsiz tamamlıq. Uşaqlar, təsirli hal yadınızda saxlayın vasitəsiz tamamlıqdan. Daha doğrusu vasitəsiz tamamlıq təsirli halla ifadə olunur. Yəni vasitəsiz tamamlıq deyirsə, orada təsirli hal axtarın. Təsirli hal görürsünüzsə, müəyyən, qeyri-müəyyən fərq yoxdur. Bu olur vasitəsiz tamamlıq. Müəyyən təsirli, müəyyən vasitəsiz, qeyri-müəyyən təsirli, qeyri-müəyyən vasitəsiz. Bu qədər sadə. Aşağını, bu necə təsirlikdir? Müəyyən təsirlik. Deməli, müəyyən vasitəsiz tamamlıq. Bu qədər sadə. Sonra, sadəcə aşağı sözü zərfdir deyə bilirəm ki, tamamlıq zərfdən ifadə olunub. Özdə zərf necə zərf? Yer zərfi. Obri zərflər olmur ha, uşaqlar, ancaq yer zərfi ola bilir. Sonra, əvəzlik sözü. Daha doğrusu əvəzli ilə ifadə olunmağı. Gəlin baxaq. Əvəzliyin bilirsiniz də məna növü çoxdur deyə buna aid bir neçə nümunə vermişəm. Deyir, bunu sənə yox, özümə deməli idi. Deməli idi, nə etməli idi? Kimə, özümə? Sənə yox, yəni sənə deməməli idi. Sənə kimə? Bunu nəyi? Görün, neçədən tamamlıq var uşaqlar. Sualı ilə gəlin aydınlaşdıraq. Bir dəqiqə. Aha, uşaqlar, fikir verin. Deyir ki, bunu nəyi sualına cavab verir. Nəyi sual tamamlıqda var idi mi? Bəli, vasitəsiz tamamlıq. Müəyyən vasitəsiz. Bu belə. Sənə kimə sualıdır? Kimə sualı? Hansı tamamlıq idi uşaqlar? Kimi, nəyi, haranı, nə? Bundan başqa digərləri olurdu vasitəli tamamlıq. Bəli, bu olur vasitəli tamamlıq. Sonra, özümə deməli idi. Yenə kimə sualı? Hansı tamamlıq olur uşaqlar? Vasitəli tamamlıq. Bəli. Uşaqlar, bu vasitəli hissəsini mütləq dəftərinizdə qeyd edin. Bu kitabda yoxdur. Çox kitabda, çox qayda kitablarında yoxdur vasitəsiz tamamlıq. Sadəcə deyir, adını çəkir, amma izahını vermir. Mən də sizə burada geniş izah verirəm. Sizin üçün edirəm. Ona görə qiymətləndirin və dəftərinizə qeyd edin, öyrənin. Ki, imtahanda sizə faydalı olsun. Aha, indi fikir verin. Bax, özümə nədir uşaqlar nitq hissəsi olaraq? Əvəzlikdir də, təyin əvəzlik. Görürsünüz, tamamlıq təyin əvəzli ilə ifadə olunub. Sonra sənə nədir? Şəxs əvəzliyi. Bu nədir uşaqlar? İşarə əvəzliyi. Fikir verirsiniz, həm işarə, həm şəxs, həm də təyin əvəzli ilə ifadə oluna bildi. Sonra, gedək o biri cümləyə. Deyir, nə deyirsən? Deyirsən, nə edirsən? Nə deyirsən? Uşaqlar, nə deyirsən? Yəni, nəyi deyirsən demək istəyir də. Nəyi sualını da verə bilirəmmi? Verə bilirəm. Deməli, olur tamamlıq. Necə tamamlıq? Qeyri-müəyyən, vasitəsiz. Əgər bu hissə sizə çatmadısa, yəni aydın olmadısa bu vasitəli hissəsi, bu videonun əvvəlinə baxın, orada geniş izahım vermişəm vasitəli vasitəsisin. Ora diqqətlə baxın, nəsə də aydın olmasa şərh bölməsində qeyd eləyin, mən sizə geri dönüş eləyəcəm. Uşaqlar, burada nə sualı, bilirsiniz ki, sual əvəzliyidir də. Sual əvəzliyi zaten sual bildirən sözlə ifadə olunur. Bunu nə eləməm, bir də sual verim. Yəni, sual əvəzlikləri uşaqlar hər hansı bir suala cavab vermir. Zaten sual sözüdür. Və nə deyirsənlə bərabər nəyi deyirsən də deyə bilirəm də. Belə bir deyirəm ki, kitab alıram. Kitab alıramla bərabər kitabı alıram da deyə bilirəm. Bəli, deməli olur təsirli hal, yəni tamamlıq.
Nə deyirsən, nəyi deyirsən deyə bilirəm. Bu da olur. Təbii ki, tamamlıq uşaqlar. Sonra, burada sadəcə sual əvəzi ilə ifadə olunub. Sonra, hərəyə bir söz dedi. Dedi, nə etdi? Sözü dedi. Başımda artırıram ha uşaqlar. Hərəyə bir söz dedi. Yəni, başımda artırıram ki, hə, sözü dedi, xəyalən. Nəyi dedi, sözü dedi. Amma bunun özünün sualı nə olur? Niyə nə olur? Çünki sözün şəkilçisi var əlavə orada. Yoxdur. Ona görə nə sualıdır? Sadəcə beynimdə nəyi deyirəm buna? Beynimdə buraya yazıram nəyi? Aydındır, xəyalən. Öz sualama nədir? Sonra, hərəyə, kimə? Hərəyə uşaqlar. Kimə? Hansı tamamlığın sualı idi? Vasitəli tamamlıq. Qutardı. Qeyri-müəyyən əvəzi ilə ifadə olunubmu? Olub. Söz burada indi ismlə ifadə olunub. Bu heç. Deməli, görürsünüz, əvəzliyin də demək olar hər məna növü ilə ifadə oluna bilir. Önəmli bir məqamı diqqətinizə çatdırım uşaqlar. Bax, gördünüz, sifətlə ifadə olundu, sayla, zərflə, əvəzliklə ifadə olunursa, sizcə bu sadə tamamlıqdır, yoxsa mürəkkəb? Təbii olaraq sadə. Çünki nitq səhəri ilə ifadə olunursa, sadə tamamlıqdır uşaqlar. Bunu unutmayın. Gəlirəm digər ifadə vasitələri. Fe'li sifət. Gəlin baxaq. Sildirdiyimi bərpa etdilər. Bərpa etmək mürəkkəb fe'ldir. Nə etdilər? Görürsünüz də fe'li xəbəri olur uşaqlar. Nə etdilər? Nəyi uşaqlar? Nəyi bərpa elədilər? Sildirdiyimi. Burada konkret nəyi sualını rahat verə bilirəm də. Çünki dığım, 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 dığım plus burada i şəkilçisi var. Təsirli haldır. Təsirli olan şəkilçisi rahat varsa, təsirli olanda demişəm, necə tamamlıq olur? Vasitəsiz tamamlıq. Şəkilçisi də varsa, müəyyən vasitəsiz olur. Aha, nəyi sualını verdim rahat? Bu fe'li sifətdir. Bilirsiniz də, dığım, 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 dığım. Fe'li sifət. Burada desə tamamlığın ifadə vasitəsi nədir? Deyəsiz fe'li sifət. Sonra və görürsünüz bir dənə fe'li sifətin özü fe'l sayılır da uşaqlar. Fe'li sifət tərkibi yox ha. Fe'li sifət, sadəcə fe'li sifət. Yəni burada fe'llə ifadə olunmuş sayılır tamamlıq və quruluşca sadə tamamlıqdır. Sözün özü düzəltmə sözdür o heç. Dırdır durdur burada çünki leksik şəkilçidir. Sildirmək deyə bilirəm axı. Sözün özü düzəltmə sözdür. Amma tamamlıq özü bir dənə sözlə ifadə olunub deyə olur necə tamamlıq? Olur sadə tamamlıq. Yəni düzəltmə sözlə ifadə olunan sadə tamamlıq. Sonra videoda danışdıqlarımı qeyd edin. Qeyd edin nə edin? Nəyi? Danışdıqlarımı yoxsa videoda danışdıqlarımı? Təbii ki, videoda danışdıqlarım uşaqlar. Burada dığım, 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 dığım var ha. İkinci hissəyə baxın. Bunun ortasında bir dənə lar girib. Amma fərqi yoxdur. Yenə biz bunu götürürük fe'li sifət. Düz deyil. Fe'li sifət götürürük. Və fe'li sifət deməmişik ətrafına söz yığır. Videoda sözün yığıb ətrafına. Videoda danışdıqlarım ikisi bir yerdə hansı suala cavab verəcək? İkisi bir yerdə uşaqlar. Nəyi sualına cavab verəcək? Nəyi? Videoda danışdıqlarımı. O da niyə nəyi? Çünki burada ı şəkilçisi var, təsirli halda. Nəyi sualına cavab verdi? Qutardı. Mən bunu rahatca götürürəm. Tamamlıq özdə vasitəsiz tamamlıq. Aha, çox gözəl. Hər şey qaydasında. Bəs sual düşdü. Bax, belə bir cümlə verdi və dedilər ki, ay filan kəs, o filan kəs. Burada tamamlığın ifadə vasitəsi nədir? Nə deyəsiniz? Deyəsiniz ki, fe'li sifət yoxsa fe'li sifət tərkibi? Tərkib. Çünki burada dığım, 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 dığım ətrafına söz yığıb videoda sözünü görməzdən gələ bilmərik. Yəni, fe'li sifət desəz, Allah xeyir versin, getdi balvız. Fe'li sifət tərkibi. Bu məqamlarda diqqətli olun. Sonra, yaza bilməyi səndən öyrəndim. Öyrəndim, nə etdim? Kimdən, səndən? Nəyi? Yaza bilməyi. İndi fikir verin. Aha, yaza bilməyi, nəyi sualına cavab verdi? Çox gözəl. Nəyi sualına cavab verdisə oldu nə? Tamamlıq, vasitəsiz tamamlıq. İndi buna sizcə məstər deyərəm, məstər tərkibi. Ola bilər bir çoxlarınızın beynində sual yaranar ki, müəlliməm, burada axı maq-maq məstərdirsə. Burada yaza sözündə yığıb ətrafına məstər tərkibi yaradıb da deyərsiz. Ola bilər belə düşünərsiz. Niyə mən buna məstər tərkibi demirəm, məstər deyirəm?
Mənim əzizlərim, axı biz feildə nə demişik? Demişik ki, yaza bilmək, oxuya bilmək, nə bilim, gələ bilmək, plus bilmək nə yaradırdı? Mürəkkəb feil. Mürəkkəb feil təkcə olmaq, etmək, eləməklə yaranmır ki, uşaqlar. Bu versiyada mürəkkəb feili yaradır. Yəni o özü bir feil sayılır da, yaza bilmək özü bir ifadədir, bir dənə sözdür. Bir dənə feildir. Bir dənə feildirsə, mən buna axı söz birləşməsi deyənmərəm, buna bir dənə feil deyəcəm. Yəni bu birləşmə deyil. Ona görə buna məstər deyəcəm. Maqmet burada məstərdir. Yaza bilməyi, nəyi yaza bilməyi səndən öyrəndim, kimdən öyrəndim? Yəni bu uşaqlar məstərdir. Məstər tərkibi deyil. Tərkib yaratmaq üçün orada bir söz birləşməsi olmalıdır. Yaza bilmək bir dənə sözdür. Mürəkkəb sözdür sadəcə, mürəkkəb feil. İndi bu mürəkkəb feillə ifadə olunubsa, nitq hissəsindən ifadə olunubsa, necə tamamlıq olacaq? Təbii ki, sadə tamamlıq olacaq. Buraya yazım sadə. Aha. Sonra məstər tərkibi ilə də ifadə oluna bilər. Gəlin baxaq. Məqaləni oxumağınızı xahiş edir. Xahiş edir nə edir? Nəyi xahiş edir? Məqaləni oxumağınızı. Maqmək. Burada ınız mənsubiyyətli ı da var. Bu heç. Məqaləni oxumaq. Bilirsiniz də feili birləşmə. Məqaləni oxumağınızı nəyi? Hamısı bir yerdə oldu. Tamamlıq. Məstər tərkibi. Məqalənin sözünü yığdı ətrafına oldu tərkib. Artıq buna da məstər deyənməzsiniz. Məstər tərkibi deyəsiniz. Nəyi xahiş edir? Məqaləni oxumağınızı. Bu qədər sadə. Sonra qoşmalı sözlərlə ifadə oluna bilər. Baxın. Deyir, hədiyyə Ayşən üçün alınıb. Alınıb. Kim üçün? Ayşən üçün. Nə alınıb? Hədiyyə. Hədiyyə oldu mübtəda. Ayşən üçün də oldu kim üçün? Kim üçündürsə hansı tamamlıq olacaq uşaqlar? Təbii olaraq vasitəli tamamlıq. Vasitəsiz yox. Vasitəsiz təsirli hala gedir. Gördünüz, qoşmalı sözlə ifadə olundu. Da buna söz birləşməsi deməyəsiniz ha. Baxın indi uşaqlar, indi qoşmalı sözlə ifadə olunubsa, quruluşca necə tamamlıq olar sizcə? Təbii olaraq sadə tamamlıq. Niyə? Çünki uşaqlar, yadınızda saxlayın. Mürəkkəb söz olsun, düzəltmə söz olsun, sadə söz olsun, qoşmalı söz olsun. Bunlarla ifadə olunanda olur sadə, quruluşca sadə. Yəni mürəkkəb olmaq üçün, quruluşca mürəkkəb olmaq üçün cümlə üzvü o söz birləşməsi ilə ifadə olunmalıdır. Söz birləşməsi də bilirsiniz ki, iki müstəqil ən azı mənalı sözdən yaranır da. Axı üçünün mənası yoxdur uşaqlar. Üçün mənasız bir sözdür. Mənası olmayan sözdür. Ayşənin mənası var orada bir dənə. Ona görə bir söz sayılır, bir söz də olur sadə. Sonra təsriflənməyən frazemlə ifadə oluna bilər. Ayağı büdrəyəni bir də biz daşlamayaq. Nə etməyi daşlamayaq? Kim? Biz. Kimi? Ayağı büdrəyəni. Fikir verin. Ayağı büdrəyən an, ən, düzdür, feili sifət görürəm. Amma burada mən nə deyəcəm uşaqlar? Burada uşaqlar deyəsiniz ki, frazoloji birləşmə ilə ifadə olunub. Çünki ayağı büdrəyəni ikisi bir yerdə bir suala cavab verir. Kimi? Ayağı büdrəyən uşaqlar frazoloji birləşmədir. Mənası da yəni yolun azmış anlamını ifadə eləyir də. Yəni o deyir yıxılana balta çalmazlar. Burada ayağı büdrəyən, yəni ayağı büdrəmək həqiqi mənada da ola bilər, məcazi mənada da. Məcazi mənada frazem olur. Burada indi biz frazem kimi deyirik də. Ayağı büdrəyəni bir də biz daşlamayaq. Burada frazoloji birləşmə kimi verib. Və frazoloji birləşmə bilirsiniz ki, parçalanmır. Cümlədə bir yerdə bir üzv olur. Və frazoloji birləşməni uşaqlar biz məsələn, sərbəst birləşmə hesab eləmirik axı, ayrı-ayrı onun tərəfləri yoxdur. İkisi bir yerdə bir ifadədir. Və frazoloji birləşmə ilə təkcə ifadə olunursa bir cümlə üzvü, o sadə cümlə üzvü sayılır. Yadınızda saxlayın, sadə cümlə üzvü sayılır. Və burada siz deyəsiniz ki, məsələn, tamamlığın ifadə vasitəsi frazoloji birləşmədir. Heç vaxt buna feili sifət tərkibi deyə bilmərik. Yəni tərkib yaratmaq üçün ətrafına söz yığmalıdır. Çaşıb deyərsiniz ayağı sözün yığıb ətrafına. Xeyr, mənim əzizlərim, xeyr. Ayağı büdrəmək, yəni müstəqil mənalı söz deyil axı ayaq orada ayağını yıxsın ətrafına. İkisi bir yerdə bir ifadədir, frazemdir. Frazemi parçalamırıq, yadınızda saxlayın. Burada ya deyə bilərsiniz feili sifətlə ifadə olunub, ya da deyirsiniz ki, frazoloji birləşmə ilə qutardı. Başqa bir şey deyə bilməzsiniz. Bu da belə. Sonra, mürəkkəb adla da ifadə oluna bilər. Oskar mükafatını hər aktyor ala bilməz. Ala bilmək bilirsiniz bir yerdə xəbərdir.
Aktyor kim? Hər aktyor hansı aktyor? Oskar mükafatını. Oskar mükafatı bilirsiniz də, mürəkkəb addır. Oskar mükafatının nəyi olacaq? Bu da tamamlıq, vasitəsiz tamamlıq. Bu həm də uşaqlar bilirsiniz də, ikinci növ təyinli söz birləşməsi gedir. Zaten mürəkkəb adları keçəndə biz demişik, mürəkkəb adlar özü bir söz birləşməsidir. Söz birləşməsi formasında olur da. Oskar mükafatını həm ismi birləşmədə deyə bilərsiniz, nə bilim, deyə bilərsiniz ikinci növ təyinli söz birləşməsi. Çünki burada var ya, mənsubiyyət. Birinci tərəfdə qeyri-müəyyən gəlir, ikinci tərəf mənsubiyyət. Və də mürəkkəb adda deyə bilərik, heç bir problemi yoxdur. Amma necə tamamlıq olacaq? Təbii ki, mürəkkəb tamamlıq. Çünki burada artıq söz birləşməsidir. Oskar ayrı, mükafat ayrı. Frazemlə ifadə olunanda təkcə frazemlə olur sadə tamamlıq. Amma burada olacaq, burada mürəkkəb tamamlıq. İkincidə. Sonra qoşmalı birləşmə ilə ifadə oluna bilir uşaqlar. Məsələn, yüksək vəzifələr barəsində danışma. Danışma kim barəsində? Yüksək vəzifələr barəsində. Burada necə vəzifələr demirəm də, yüksək vəzifələr barəsində, kim barəsində, hamısı bir yerdə olur. Cümlənin tamamlığı uşaqlar. Və bu qoşmalı birləşmədir. Yüksək vəzifələri mən parçalamadım. Barəsindən də qoşdum yanına, oldu qoşmalı birləşmə. İndi burada yüksək öz mənasını saxlayır. Vəzifə saxlayır. Bəli, burada söz birləşməsinə qoşma artırılıb. Buna mürəkkəb tamamlıq deyə bilərəm. Mürəkkəb tamamlıq. Və necə tamamlıqdır? Vasitəli. Çünki vasitəsinin suallarına cavab vermiş. Bu qədər sadə. Sonra ismi birləşmə. İdrak liseyinin müəlliməsini şagirdi güllələdi. Nəsə travmatik bir cümlə qoymuşam burada. Güllələdi nə etdi? Deməli, şagirdi, onun şagirdi, elə bir müəllimin şagirdi. Kim? Şagirdi. İdrak liseyinin müəlliməsini. Uşaqlar, idrak liseyi bilirsiniz də, ikinci növ təyinli söz birləşməsidir. Parçalanmır. Liseyinin müəlliməsi də üçüncü növdür. Parçalayırıq? Yox, parçalamırıq. Hamısı bir yerdə olur. Yəni, hamısı bir yerdə cümlə üzvü olur da. İdrak liseyinin müəlliməsini kimi, uşaqlar, hamısı bir yerdə cümlə üzvü olur. Vasitəsiz tamamlıq. Nə ilə ifadə olunub? İsmi birləşmə ilə. Və olacaq necə tamamlıq quruluşca? Sadə mürəkkəb. Təbii ki, mürəkkəb. Görün, orada müstəqil mənalı neçə söz var? İdrak var, lisey var, müəllimə var. Adicə bayaq burada yüksək var, vəzifə var. 2 dənə müstəqil mənalısa qutardı. Biz ona deyirik ki, mürəkkəb tamamlıq. Təbii ki, parçalamadıq axı. Parçalasaydım elə deməzdim. Uşaqlar, mütləq bir qeyd var burada, fikir verin. Tamamlıq təsriflənən forma və feili bağlama ilə ifadə olunmur. Yəni, feilin təsriflənən forması hansılardır? Feilin şəkilləri. Əmir, lazım, vacib, arzu falan olardı. İfadə olunmur heç vaxt onlardan. Bir də feili bağlama ilə ifadə olunmur. Və də tamamlıq xəbərlə tabellik əlaqəsində olur. Burada bir cümlə yazmışam. Gəlin o cümləni təhlil eləyə görək necə olur tabellik əlaqəsində. Dərs oxumayanları şikayət eləyəcəm. Deməli, açar sözümüz 26 aprel. Fikir verək. Deyir, şikayət eləyəcəm. Bilirsiniz ki, bir yerdə gedir də bunlar. Mürəkkəb feildir. Nə edəcəm? Şikayət eləyəcəm. Kimi uşaqlar? Dərs oxumayanları. Fikir verirsiniz. Oldu tamamlıq. Niyə? An ən feili sifətdir. Dərsi yığdı yanına, tərkib yaratdı. Çünki feili birləşmədə dərs oxumayan. Tərkib yaratdı mı? Feili sifət tərkibi. Burada razıyıq. Tərkibi parçalamırıq ki, bir yerdə suala cavab verir. Kimi sualına cavab verdi? Kimi dərs oxumayanlar da deməyəcəm nəyi oxumayanları. Bu belə. Kimi nəyin sualı oldu? Vasitəsiz tamamlığın. Bu da yerində. Və də dərs oxumayanlar birləşmədə söz birləşməsidir. Müstəqil mənası var, bunun var. Bunun var, bunun da var. Quruluşca mürəkkəb tamamlıq. Bu baxımdan təhlillərimizi elədik. Çox gözəl. İndi deyir ki, tamamlıq xəbərlə tabellik əlaqəsində olur. Uşaqlar, dərs oxumayanları özü bir tamamlıqdır. Şikayət eləyəcəm də olur xəbər. Tamamlıqla xəbər arasında hansı əlaqə olur demişik arasında? Olmur idarə əlaqəsi. Birinci tərəf komple gedir aslı tərəf, ikinci tərəf gedir əsas tərəf. Birinci tərəfə ümumi yazırıq asılı, bu da əsas. Olur idarə əlaqəsi.
Tamamlıqla xəbər arasında yadınızda saxlayın. İdarənin həm də görsüz göstəricisi də var burada, hal şəkildəsi. Ümumiyyətlə, tamamlıqla xəbər arasında bilin ki, idarə əlaqəsi var. İndi gəlirəm uşaqlar təyinə. Təyin cümlənin ikinci dərəcəli üzvüdür. İsimlə və isimləşən söz və söz birləşmələri ilə ifadə olunan üzvləri müxtəlif cəhətdən izah edir. İşarəsi gördüyünüz bu işarədir, dalğalı işarədir. Digər ikinci dərəcəli üzvlərdən fərqləndirən önəmli bir xüsusiyyəti budur ki, o təkcə baş üzvləri yox, ümumiyyətlə, əşya məzmunlu ikinci dərəcəli üzv olan tamamlığı və bəzi zərflikləri də izah edib aydınlaşdıra bilir. Suallarına keçid alaq. Sualları necə? Nə cür? Hansı? Nə qədər? Neçənci? Sonra deyə bilərik ki, bir də neçənci, yox, neçə var idi, hə. Bax, bu suallardan birinə cavab verir təyin. Məsələn, gəlin bir cümlə yazaq. Dünənki hadisə hamını qorxutdu. Nə etdi, qorxutdu? Nə hadisə? Kimi hamını? Hansı hadisə uşaqlar? Dünənki hadisə. Dünənki hadisə bilirsiniz də birinci növ təyini söz birləşməsidir. Təyinlə təyin olunan arasında demişdik. Bax, təyin budur, təyin etdiyi də budur. Təyinlə təyin olunan bu deməkdir. Bunlar arasında birinci növ arasında demişdik ki, yanaşma əlaqəsi var. Aha, sözüm nəyə gəlir burada? Fikir verirsiniz, hansı sualına cavab verir. Elə təyinin də hansı sualı var da, qutardı. Parçalanır birinci növ, olacaq təyin. Bu qədər sadə. Təyinin ifadə vasitələri. Ümumiyyətlə, sifətləşmiş isim, yəni atributivləşmiş isim, sifət, say, ən çox bunlarla, sonra işarə əvəzlikləri ilə həm də daha çox, təyin əvəzliklərlə, sonra sifətləşən yer zərfləri ilə, sonra feili sifətlə, ismi birləşmələrlə, mürəkkəb adlarla, feil sifət tərkibləri ilə ifadə oluna bilir. Bir şey daha deyim, dilimizdə bir də bədii təyin anlayışı var uşaqlar. Bədii təyin nədir? Bu epitet var, ədəbiyyatdan bilərsiniz bəlkə. Deməli, adi formada həqiqi mənada təyin etmir, məcazi mənada təyin edir. Məsələn, deyirəm ki, qızıl üzük. Qızıl burada həqiqi təyindir də, həqiqətən qızıl üzük olur. Bir də var, deyirəm ki, qızıl ürək. Necə ürək? Qızıl ürək. Burada da təyin edir, amma bu həqiqi təyin deyil. Bu artıq bədii təyindir. Niyə? Çünki məcazda həqiqətən qızıl ürək ola bilər? Yox. Bədii təyin də bu deməkdir uşaqlar. Bu da nəzərinizdə olsun. İndi keçək ifadə vasitələrinə. Məsələn, deyir ki, dəri çantalar xoşuma gəlir. Xoşuma gəlmək bir yerdə gedir də, bilirsiniz, frazemdir, parçalanmırıq. Nə xoşuma gəlir? Çantalar. Necə çantalar? Dəri çantalar. Necə sualına cavab verir? Aha, olacaq təyin. Amma uşaqlar, dəri sözü ayrılıqda bilirik ki, nədir? İsimdir. Ona görə deyirik ki, sifətləşən isimlərlə ifadə oluna bilir. İsim normalda insanın dərisinə, dəri. Burada amma necə sualına cavab verir? Deməli, sifətin xüsusiyyətini daşıyır, sifətin cildinə girir. Sifətləşmək budur. Sonra, sifət zaten necə cür hansı suallarla birinə cavab verir deyə çox rahatlıqla təyin olur. Baxaq, yeni mağaza sahibi bizə gəldi. Gəldi, nə etdi? Kim gəldi? Mağaza sahibi necə yeni, daha doğrusu hansı mağaza sahibi? Yeni mağaza sahibi. Yeni burada olur təyin və yeni təyini, yəni nə ilə ifadə olunub? Sifətlə. Yeni sözü, çünki özü ayrıca sifətdir. Burada da bizə gəldi, yer zərfliyi olur. Bizim ev anlamındadır. Aha, sonra kəndə çoxlu alma yeşiyi daşıdım. Daşıdı, nə etdim? Deməli, haraya? Kəndə çoxlu alma yeşiyi. Burada çoxlu sözü yeşiyi sözünü təyin edir də. Yəni yeşiyinin miqdarını bildirir, ismin miqdarını bildirir deyə çoxlu burada olacaq təyin. Nə qədər çoxlu? Alma yeşiyi ikinci növdür uşaqlar, bilirsiniz, parçalanmırıq. Alma yeşiyinə bir yerdə sual verirəm. Nə daşıdı alma yeşiyi? Aha, bir dənə beyninizdə fikirləşin görün. Nəyi sualını da verə bilirsiniz? Alma yeşiyi. Alma yeşiyini
Aha, verə bilirik. Deməli, nəyi sualında verə bilirəmsə, nəyi sualın hansı cümlə üzvün sualı idi? Tamamlığın. Amma buna mən başımda artırıram da alma yeşiyini. Düz deyil. Bu olacaq deməli qeyri-müəyyən vasitəsiz tamamlıq. Çoxlu sözünə fikir verin burada. Nə qədər sualına cavab verir? Sayın nə qədər sualı var və təyinin də elə bir sualı var. Deməli, burada təyin sayla ifadə olunub. Sonra əvəzi ilə də ifadə oluna bilər. Baxın, bizim sinif əlaçıdır. Əlaçıdır kimdir? Nə sinif? Hansı sinif? Bizim sinif. Görürsünüz, hansı sualına cavab verir? Bizim söz özü nədir? Şəxs əvəzliyi. Qutardı. Şəxs əvəzi ilə ifadə olunan təyin. Sonra, inanma hər sözə. Sözə nəyə? Hansı sözə? Hər sözə. Ya da necə sözə? Hər sözə. Düz deyil. Necə sualına cavab verir? Hər sözü. Hər nədir? Uşaqlar, əvəzlik. Necə əvəzlik? Təyin əvəzlik. Qutardı. Təyin əvəzi ilə ifadə olunan təyin. Nə qədər iş qalıb? Qalıb nə edib? Nə qalıb? İş. Nə qədər? Nə qədər uşaqlar? Bir də ayrıcı sual verməyəcəm. Nə qədər özü zaten sualını verib də özü. Sadəcə iş sözünə aiddir. Biz zaten deyirəm ki, çox iş qalıb. Düz deyil. Çox iş sözünə aid olanda mən bilirəm ki, bu saydır. Saya özüm sual verirəm ki, hə, nə qədər iş qalıb, çox iş qalıb. Nə qədər sualını verirəm və nə qədər də təyinin sualıdır. Zaten bu yazıq burada nə qədər özü verib də və ismin yanında gəlibsə, avtomatik bu təyin olacaq suala cavab vermədən. Sual əvəzi idi. Bir də nəyə suala cavab versin? Sadəcə deyəsiniz ki, burada təyin sual əvəzi ilə ifadə olunub. Mürəkkəb sözlə ifadə olunub, amma özü quruluşca sadə təyindir. Niyə sizcə? Çünki nitq hissəsi ilə ifadə olunub. Sonra gəlirik zərfə. Zərflə də ifadə oluna bilər. Cümləyə baxın. Yuxarı evə baxıb aşağını yıxma bala. Yıxma deməli. Aşağını, haranı, nəyi? Yuxarı evə baxıb deməli. Burada əslində burada tam düzgün verilməyib uşaqlar. Burada cümlə tam düzgün deyil. Bu cümləni bir dənə bərpa edeyim, təzədən göstərim sizə. Aha. Yuxarı evə çıxdım. Nə etdim? Çıxdım. Haraya evə? Hansı evə? Yuxarı evə. Görürsünüz, hansı sualına cavab verdi? Təyinin sualına cavab verdi? Bəli. Amma özü nədir bu sözün? Yuxarı, zərfdir. Sadəcə sifətləşir. Görürsünüz? Yəni sifətin sualına cavab verir. Çünki hansı sifətin sualıdır axı? Sifətləşir və cümlədə təyin olur. Xatırlayırsınızsa biz sifəti sayı keçəndə deyirdik cümlə üzvü olaraq ən çox nə olurlar? Təyin olurlar. Çünki təyinin sualları ilə ortaqdır onların sualları. Yəni zərflə ifadə olunan təyin. Sonra feili sifətlə ifadə olunan. Deyir ki, qalib olan qrupu bugün gördük. Nə etdik? Gördük. Nə zaman? Bugün. Bir də cavab verir. Hansı qrupu? Qalib olan qrupu nəyi? Görürsünüz? Bura feili sifət deyəcəm. Tərkib deməyəcəm. Niyə? Çünki qalib olmaq ikisi bir yerdədir. Mürəkkəb feildir, bir ifadədir. Mən buna tərkib deyənmərəm. Tərkib olmaq üçün söz birləşməsi olmalıdır. Yəni tərkib deyirsə söz birləşməsi düşünün. Qalib olmaq söz birləşməsi ola bilər? Yox. Mürəkkəb feildir. Quruluşca sadəcə mürəkkəb olan feildir. Birləşmə deyil bu. Ona görə söz birləşməsi ilə ifadə olmadığına görə bu bir dənə sözdür. Nitq hissəsidir, yəni feildir. Feillə ifadə olunan cümlə üzvü olur nə? Sadə cümlə üzvü. Burada qalib olan sadə cümlə üzvüdür. Deməli, sadə təyindir və feili sifət deyəcəm. An, ən, oy, bir dəqiqə. Hə, feili sifət deyəcəm, tərkib yox. Sonra, çox telefon işlədən insanın gözü zəifləyir. Zəifləyir nəyidir? Nə? İnsanın gözü. Hansı insanın? Çox telefon işlədən insanın. An, ən feili sifət də burada artıq ətrafına söz yığıb. Bax, telefonun mənası var. Bunu silim. Zərfliyə oxşamasın. Bax, burada telefonun mənası var. Çoxun mənası var. Yığıb ətrafına feil sifət tərkibi yaradıb. Buna da feil sifət deyəməzsən. Tərkib deməlisən. Hansı insan? Çox telefon işlədən insanın. Burada da tərkiblə ifadə olunub və mürəkkəb təyin olur bu. Sonra, dil ötən uşaqlar sevilmir. Sevilmir, nə edilmir? Bu da dəqiqə başı pozana keçir. Hə. Sevilmir, nə edilmir? Kimlər? Uşaqlar. Hansı uşaqlar? Dil ötən uşaqlar. Uşaqlar, dil ötən nə deməkdir? Frazoloji birləşmədə. Frazoloji birləşmə ilə ifadə olunanda olur
sadə təyindir. Deyək ki, bu yəni sərbəst söz birləşməsi deyil. Dil sözünün, ötən sözün ayrı mənası burada qorunub saxlanmır. Ona görə bu bir ifadədir və nitq hissələri ilə bir dənə frazoloji birləşmələrlə ifadə olunanda olur sadə cümlə üzvü. Bu da olur sadə cümlə üzvü. Qoşmalı ifadədə olur. Sənin kimi insan deyil. İnsan deyil bir yerdə gedəcək. Deyil özü ilə əvvəlki sözü bir yerdə götürür. Sənin kimi necə insanın yanında gəlib deyə olacaq təyin. Necə insan deyil sənin kimi qoşmalı sözdür. Sadə cümlə üzvüdür. Qala rəisi İvan şahla görüşdü. Görüşdü nə etdi? Kim İvan? Kimi ilə şahla? Hansı İvan? Qala rəisi İvan. Görürsünüz, qala rəisi hansı suala cavab verir? Aha, verir. Və burada uşaqlar olacaq deməli, hansı sualına cavab verdiyinə görə təyin olacaq. Çünki ikinci növdə parçalamırıq, bilirsiniz. Və burada da olacaq necə təyin? Mürəkkəb təyin. Niyə mürəkkəb uşaqlar? Çünki mənim əzizlərim, çünki söz birləşməsidir. Söz birləşməsinə ifadə olunanda mürəkkəb olur, nitq hissəsindən ifadə olunanda sadə olur. Təkcə frazemlə ifadə olunsa sadəcə frazem, yəni o frazem ətrafına söz yığmazsa, o da yenə sadə hesab olunur, sadə cümlə üzvü. Təyinlə bağlı bir də bunu bilin ki, uşaqlar, mütləq qeyddir, məstər təyin olmur. Və bunu mütləq özünüzdə qeyd edin. Nadirən istisna kimi verə bilərlər. Məsələn, deyir ki, vətəni sevmək kimi his yoxdur. Baxın. Yoxdur. Suala cavab vermədən olur xəbər. Nə his? Necə his? Vətəni sevmək kimi his. Burada qoşma qoşulur məstərə, daha doğrusu məstər tərkibinə, olur təyin. Yəni ritqi hallarda, istisna hallarda məstər təyin olur, amma məstərin özünə aid bir xüsusiyyət deyil. Yəni bunu bir-iki nümunə ilə deyə bilmərik də, məstər təyin olur. Yox, bu istisnası idi. Bunu sadəcə istisna olaraq yazdım ki, özünüzdə qeyd edin. Yəni heç vaxt ola bilməz demirik. Amma yəni ümumilikdə bilək ki, məstər təyin olunur. Uşaqlar, təyinlə bağlı bir məqam daha deyim. Var həmcins təyin, var qeyri-həmcins təyinlər. Həmcins təyinlər uşaqlar sadalanan təyinlərdir. Qeyri-həmcinslər sadalanmır. Gəlin bir dənə nümunə ilə göstərim və artıq yekunlaşdırırıq. Fikir verin bir dənə cümlələrə. Deyir ki, Lalə oxuyan, çalışqan və fərasətli qızdır. Qızdır kimdir? Kim? Lalə. Necə oxuyan, necə çalışqan, necə fərasətli. Çünki uşaqlar görürsünüz də burada ismə aiddir deyə qız sözü isimdir. Yəni xəbərin yanında gəlib deyə elə bilməyinə zərfliyi olur. İsmi təyin elədiyinə görə, yəni sifət olduğuna görə cümlədə təyin olur. Baxın, burada feili sifətlə ifadə olunub, təyin. Burada sifətlə ifadə olunub, burada da sifətlə ifadə olunub. İndi sözüm nəyə gəlir? Görürsünüz, oxuyan, çalışqan, fərasətli, görürsünüz, sadalanır. Bunlar olur həmcins təyinlər. Yəni, bir-biri ilə tabesizlik əlaqəsindədirlər. Elə bir həmcinsdirlər də. Amma bir də var, deyir, həmin o adamı gördüm. Nə etdim, gördüm? Kimi gördüm? Adamı. Hansı adamı? O adamı. Həmin o adamı. Həmin sözü oya aid olur. O da adamı sözünə aid olur. Görürsünüz, vergül qoymuram. Həmin o adamı. Sadalanma var, yox. Amma həmin də təyindir, o da təyindir. Burada olur qeyri həmcins təyinlər. Bax, bu qədər sadə. Biraz uşaqlar bilirəm uzun bir video oldu sizin üçün, amma əmin olun ki, tamamlıq və təyinlə bağlı bütün məqamları çalışdım ki, sizin üçün izah edeyim. Biraz geniş izah tələb edən mövzu olduğuna görə biraz videomuz uzun oldu. Amma ümid edirəm ki, axıra qədər baxacaqsınız, qeydlərinizi də götürəcəksiniz və sizin üçün də əminəm ki, faydalı olacaq. Hələlik bu qədər. Zərflik videosundan davam edəcəyik. Sağ olun, Allah'a əmanət olun.